Aziz dostlar, bir şeiri sizin için paylaşıram. Kişi var. Bəzi şalvar geyib papaq qoysa da, özü kişilikdən xeyli uzaqdır. Dayısı yolunda canı qıysa da, dost qardaş qəminə sorsuz bıçaqdır. Kişi var, gözü kör, qulaqları kar. Onun üçün fərqi yox, ya qış, ya bahar. Özündən özgəni bəyənməyən var. Özü qanmaz ulaqdır ki, ulaqdır. Kişi var, qarnının qatları dərin. Tanrı da anlamaz heç dərdi sərin. Yaltaq kişi var ki, varlı rəhbərin itinin yalına yağlı yalaqdır. Kişi var, 100 yaşlı qoca olsa da, bol sərvəti qucaq-qucaq olsa da, boyu çinar kimi uca olsa da, söyüd xislətlidir, varsız budaqdır. Kişi var, səhnəyə çıxsa da qabaq, hər sözü tərsavan, gülüş, dalqabaq, çiyninin üstündə sarı balqabaq, balqabaq üstündə norka papaqdır. Kişi var ki, cırdır, calaq görməyib, bir rəndə görməyib, şallaq görməyib. Kişi var, şalvarı yamaq görməyib, qeyrətin namusu yamaq-yamaqdır. Mürvət söz dəlisi, söz əsiridir. Mürvət söz dəlisi, söz əsiridir. Düz sözün üstündə əsdi, yeridi. Sənət yollarında üzaq yeridi. Tükənməz ilhamı qaynar bulaqdır. Sənət yollarında üzaq yeridi. Tükənməz ilhamı qaynar bulaqdır. Sağ olun.